Salam, mən Daşqınal Gözəlov. Bugün investisiyanın idarə edilməsi fənnindən kapital qoyuluşu, onun təsnifatı və məzmunu mövzusunu izah edəcəyəm. Mövzumuz 6 sualdan ibarətdir. Birinci sual kapital qoyuluşları. İkinci sual real investisiyaların səmərəliliyinin təyini və qiymətləndirilməsi. Üçüncü sual kapital qoyuluşları formasında həyata keçirilən investisiya. Dördüncü sual, əsas kapitala yönəldilmiş investisiyaların texnoloji quruluşu. Beşinci sual, daxili investisiyalar və altıncı sual, xarici kapital axınının strukturu haqqında olacaq. Birinci sualımız kapital qoyuluşları. Müxtəlif mülkiyyətə məxsus müəssisələrin investisiya fəaliyyətinin əsasını real investisiyalar təşkil edir ki, bu da daha çox kapital qoyuluşu formasında həyata keçirilir. Kapital qoyuluşu ölkə iqtisadiyyatında müstəsna əhəmiyyətə malikdir ki, bu da aşağıdakılarla izah olunur. Kapital qoyuluşu geniş təkrar istehsalın əsası olub, müəssisənin istehsal vasitələrinin təzələnməsini təmin edir. İctimai istehsalın quruluşunu yaxşılaşdırmaqla sahələrin kompleks inkişafını təmin edir. Sənaye üçün lazımi xammal bazasını yaradır. Elmi-texniki tərəqqinin inkişafını təmin etməklə məhsulun keyfiyyətini yaxşılaşdırır. İşsizliyin aradan qaldırılmasını təmin edir. Sosial sahələrin inkişafına, ətraf mühitin mühafizəsini və digər problemlərin həllinə şərait yaradır. Kapital qoyuluşu əsas vəsaitlərə investisiyadır. Bu halda yeni obyektlərin tikintisi, mövcud obyektlərdə yenidən qurma və genişləndirmə işləri, yeni maşın və avadanlıqlar alınması, layihə axtarış işlərinin yerinə yetirilməsi və s. işlərə vəsait xərclənir. Real investisiyalar müxtəlif formalarda real kapitalın birbaşa alınmasına deyilir. Real investisiyalara bunlar aid edilə bilər. Maddi aktivlərə investisiyalar, qeyri-maddi aktivlərə investisiyalar, əsas vəsaitlərin əsaslı təmiri, insan kapitalına investisiyalar, hazır biznesin alınması. Real investisiya, investisiyaların birbaşa şirkətin real aktivlərinin yaradılması, genişləndirilməsi və saxlanılmasına yönəldilməsini nəzərdə tutur. Real investisiya, şirkətin əsas vəsaitlərinin çoxalmasına, onların yenidən qurulmasına və modernləşdirilməsinə yönəlir. Belə investisiyalar maddi və qeyri-maddi ola bilər. Maddi aktivlərdə olan investisiyaların hansı formaları real investisiyalara aid edilə bilər? Onların əsas hissəsi uzunmüddətli aktivlərdə olan investisiyalara aid edilir. Real investisiyaların idarə olunması aşağıdakı addımlar çərçivəsində həyata keçirilir. Birinci, əvvəlki dövrdə real investisiya vəziyyətinin təhlili. Bu təhlil zamanı müəssisə əvvəlki dövrdə investisiya fəaliyyətinin səviyyəsini və əvvəllər həyata keçirilmiş real investisiya layihələrinin və proqramlarının tamlığı dərəcəsini qiymətləndirmişdir. Sərmayələrin ümumi həcminin dinamikasını, real aktivlərin artmasına, müəssisənin ümumi investisiya qoyuluşuna, planlaşdırma dövründə real investisiyanın nisbətini araşdırır. Fərdi investisiya layihələrinin və proqramlarının həyata keçirilməsi dərəcəsi bu məqsədlər üçün nəzərdə tutulmuş investisiya resurslarının inkişaf səviyyəsi real investisiya obyektləri kontekstində. Əvvəllər həyata keçirilmiş real investisiya layihələrinin və proqramlarının tamlığı səviyyəsini müəyyənləşdirir, onların tam başa çatması üçün zəruri investisiya resurslarının səviyyəsini aydınlaşdırır. Əməliyyat mərhələsində tamamlanan real investisiya layihələrinin səmərəliliyi, onun proqnozlaşdırılan göstəricilərə uyğunluğu araşdırılır. Gələcək dövrdə real investisiya məbləğinin müəyyənləşdirilməsi, real investisiya formalarının müəyyənləşdirilməsi, real investisiya məqsədləri və formalarına uyğun
investisiya layihələrinin hazırlanması, risk faktorunu nəzərə alaraq fərdi investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi, müəssisənin real investisiya proqramının formalaşdırılması, fərdi investisiya layihələrinin və investisiya proqramının həyata keçirilməsi, investisiya layihələrinin və investisiya proqramının həyata keçirilməsinin davamlı monitorinqi və nəzarəti aiddir. İnvestisiya fəaliyyəti üçün nəzərdə tutulmuş real kapital qoyuluşu aşağıdakı əlamətlərinə görə təsnifləşdirilə bilər. Məqsədinə görə, texnoloji quruluşuna görə, istifadə istiqamətinə və ya təkrar istehsal quruluşuna görə, maliyyələşmə mənbələrinə görə, mərkəzləşmə dərəcəsinə görə, yaranma mənbələrinə görə. Kapital qoyuluşunun məqsədinə görə təsnifləşdirilməsi dedikdə, onun maddi istehsal sahələrində və qeyri-maddi istehsal sahələrində istifadəsi başa düşülür. Kapital qoyuluşunun texnoloji quruluşu dedikdə, vəsaitin tikinti quraşdırma işlərinə, avadanlıq cihaz və qurğular alınmasına, həmçinin digər kapital xərcləri və işlərə sərfi nəzərdə tutulur. Bu xərc elementləri üzrə sərf edilən vəsaitin ümumi yekuna nisbəti kapital qoyuluşunun texnoloji quruluşunu əks etdirir. Tutaq ki, hər hansısa bir layihə üzrə 500 milyon manat kapital qoyuluşu nəzərdə tutulur. Bunun 350 milyon manatı tikinti quraşdırma işlərinə, yəni 70%, 140 milyon manatı avadanlıq, inventar və s. alınmasına görə 28%, 10 milyon manatı isə digər xərclərə nəzərdə tutulmuşsa, texnoloji quruluş faiz ifadəsində belə olacaqdır. Bunun əsasında kapital qoyuluşunun nə dərəcədə məqsəd uyğun istifadə edilib-edilməməsi haqqında fikir söyləmək mümkündür. Kapital qoyuluşunun istifadəsi istiqaməti dedikdə də, onun ekstensiv və intensiv istifadə səviyyələri, başqa sözlə, təkrar istehsal quruluşu müəyyən edilir. Bu da məlumdur ki, kapital qoyuluşu içərisində yeni tikintiyə vəsait sərfi çox olduqca, deməli, yeni yaradılacaq aktiv fondların xüsusi çəkisi bir o qədər aşağı olacaq və yaxud əksinə. Kapital qoyuluşunun maliyyələşmə mənbələri dedikdə, xüsusi kapital qoyuluşu, yəni nizamnamə kapitalı, amortizasiya ayırmaları, müəssisənin gəliri, cəlb olunmuş vəsaitlər nəzərdə tutulur. Kapital qoyuluşunun mərkəzləşmə dərəcəsi dedikdə, dövlət büdcəsi hesabına bələdiyyə vəsaiti, nazirlik və baş idarələrin vəsaitləri və digər qeyri-mərkəzləşmiş, xüsusi və borc edilmiş vəsaitlər başa düşülür. Kapital qoyuluşunun yaranma mənbələri dedikdə, yerli və xarici investisiyalar nəzərə alınmalıdır. Kapital qoyuluşunun xarakterli xüsusiyyətlərindən biri də onun sahə və ərazi quruluşunun fərqləndirilməsi və buna müvafiq məhsuldar qüvvələrin ölkə ərazisində düzgün yerləşdirilməsi və vəsaitdən səmərəli istifadənin öyrənilməsidir. Müasir şəraitdə ölkədə investisiya fəaliyyətinin canlandırılması, müvafiq şəraitin yaradılmasını təmin edir. Bunlara ölkədə siyasi və iqtisadi sabitliyi, inflyasiya tempinin aşağı salınmasını, vergi sisteminin təkmilləşdirilməsini, xarici kapitalın cəlb edilməsi üçün şəraitin yaradılmasını və s. aid etmək olar. İctimai istehsalın səmərəliliyini yüksəltmək üçün kapital qoyuluşunun texnoloji quruluşunun yaxşılaşdırılması vacib şərtlərdəndir. Kapital qoyuluşunun texnoloji quruluşu aktiv və passiv fondların nisbətini müəyyənləşdirir. Maşın və avadanlıqların xüsusi çəkisinin artması, müəssisənin istehsal gücünü artırmaqla məhsul istehsalının çoxalmasına şərait yaratmış olur. Sözsüz ki, bu halda bu fondların texniki vəziyyətinə xüsusi fikir verilməlidir. Mənəvi cəhətdən köhnəlmiş texnologiyalar yeni tələblərə cavab verə bilməz. Kapital qoyuluşunun təkrar istehsal quruluşu ilk növbədə geniş təkrar istehsalın əsasını yaradır. Nəzərdə tutulmuş vəsaitin ekstensiv istehsala, yəni tikintiyə və ya mövcud obyektlərin genişlənməsinə, eləcə də intensiv istehsala, mövcud obyektlərin yenidən qurulması və texniki silahlandırılmasına istifadə olunması iqtisadiyyat üçün əhəmiyyətli məsələlərdəndir. İnvestisiya fəaliyyətinin idarə edilməsində vacib şərtlərdən biri də kapital qoyuluşunun iqtisadi səmərəliliyini
müəyyən edərək onun yüksəldilməsinə nail olmaqdır. Təcrübədə real investisiyaların səmərəliliyinin təyini və qiymətləndirilməsində iki yanaşma mövcuddur: xərc və gəlir üzrə. Yaxın vaxtlaradək xalq təsərrüfatı üzrə xərc elementləri üzrə müqayisəli səmərəlilik qaydasında əlverişli variantın seçilməsinə üstünlük verilirdi. Kapital qoyuluşunun gəlir gətirmə prinsipi üzrə səmərəliliyi müəssisənin dəyərinin artırılması, əsas fondların geniş təkrar istehsalı məqsədini investorlar üçün başlıca şərt hesab edirdi. Bu yanaşmada kapital qoyuluşunun səmərəliliyi birbaşa müəssisənin dəyərinin artırılmasına istiqamətlənmişdir. İnvestisiya qərarları o vaxt müsbət həll oluna bilər ki, müəssisənin dəyəri artmaqla onun səhmlərinin qiyməti yüksəlsin. Beləliklə, müəssisə rəhbərliyi üçün kapital qoyuluşunun səmərəliliyi onun pul gəlirlərinin artması ilə xarakterizə olunur. Azərbaycanda investisiya fəaliyyəti haqqında qanunla kapital qoyuluşu obyektləri və subyektləri anlayışları ətraflı izah edilmişdir. Belə ki, kapital qoyuluşu obyekti dedikdə xüsusi dövlət və bələdiyyə mülkiyyətində yeni yaradılmış və modernizə edilmiş əmlak başa düşülür. İnvestisiya fəaliyyətinin subyektləri dedikdə isə investorlar, sifarişçilər, podratçılar, həmçinin kapital qoyuluşu obyektlərindən istifadə edənlər başa düşülür. İnvestorlar ölkə qanunvericiliyinə müvafiq kapital qoyuluşu fəaliyyətini öz xüsusi vəsaitləri və cəlb edilmiş vəsaitlərlə həyata keçirirlər. İnvestor qismində fiziki və hüquqi şəxslər, dövlət təşkilatları, yerli özünü idarəetmə təşkilatları, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan xarici subyektlər çıxış edə bilər. İnvestisiya fəaliyyətinin subyektləri arasında münasibətlər tərəflər arasında bağlanmış müqavilələrlə və ya dövlət kontraktları ilə tənzimlənir. Kapital qoyuluşu formasında həyata keçirilən investisiya fəaliyyətinin dövlət tənzimlənməsi aşağıdakıları özündə birləşdirir. Birinci, investisiya fəaliyyəti subyektlərinə ölkə qanunvericiliyinə zidd olmayan güzəştlərin verilməsi. Belə güzəştlər torpaqdan və təbii sərvətdən istifadə üçün daha çox tətbiq edilə bilər. Əhalinin sərbəst pul vəsaitlərindən, eləcə də büdcə vəsaitlərindən, mənzil tikintisi və digər sosial mədəni obyektlər tikintisinə kapital qoyuluşunu stimullaşdırmaq. İnvestisiya fəaliyyəti subyektlərinin informasiya təminatını yaxşılaşdırmaqla mütəmadi reytinqlər keçirərək nəticələri çap etmək. Yerli və xarici investisiyaların cəlb edilməsi üzrə inhisarçılığa qarşı tədbirlər görmək. Kreditləşdirmədə girov sisteminin imkanlarını genişləndirmək. Respublikada maliyyə lizinqini inkişaf etdirmək. İnflyasiya tempini nəzərə alacaq əsas fondların yenidən qiymətləndirilməsini təmin etmək. İnvestisiya fəaliyyətinin kapital qoyuluşu formasında həyata keçirilməsində dövlət tənzimlənməsinin başlıca aspektlərindən aşağıdakıları göstərmək olar. Birinci, investisiya layihələrinin işlənməsi, təsdiqi və maliyyələşdirilməsi. İkinci, dövlət əhəmiyyətli obyekt və tikililərin siyahısını tərtib edərək onların büdcə hesabına maliyyələşdirilməsini təmin etmək. Üçüncü, dövlət əhəmiyyətli investisiya layihələri üzrə müsabiqə təmin etmək və bu müsabiqə qaydalarının dövlət təminatı vermək. Mənəvi köhnəlmiş avadanlıqların tətbiqinə yol verməmək, material və enerji tutumlu layihələrdən imtina etmək, eləcə də elm tutumlu layihələrə üstünlük vermək məqsədi ilə investisiya layihələrinin ekspertizasını keçirmək. Tikinti norma və qaydalarını işləyib təsdiq etmək, onların yerinə yetirilməsinin ciddi nəzarəti həyata keçirmək. Dövlət mülkiyyətində olan müvəqqəti dayandırılmış və konservasiya edilmiş tikililəri investisiya prosesinə cəlb etmək. İnvestisiya fəaliyyəti haqqında və xarici investisiyanın qorunması haqqında Azərbaycan Respublikası qanunlarına müvafiq mülkiyyət münasibətlərindən asılı olmayaraq investisiya fəaliyyəti ilə məşğul olan subyektlərə aşağıdakı təminatları verir. Birinci, investisiya fəaliyyəti ilə məşğul olanlara bərabər hüquq təminatları təmin edir. İkinci, investisiya layihələrinin aşkarlıq şəraitində müzakirə edilməsi. Üçüncü, dövlət təşkilatları,
yerli idarəetmə təşkilatları və vəzifəli şəxslərin qərarlarından məhkəməyə müraciət etmək. Texnoloji strukturuna görə əsas kapitala yönəldilmiş investisiyaların tərkibinə aşağıdakılar daxildir. 1. Tikinti işlərinin yerinə yetirilməsi üzrə xərclər. 2. Quraşdırma üzrə xərclər. 3. Tikinti smetasının nəzərdə tutulmuş avadanlıqlar üzrə xərclər. 4. Quraşdırılması tələb olunan və tələb olunmayan avadanlıqlar üzrə xərclər. 5. Tikintisi smetası daxil olmayan maşın və avadanlıqlar üzrə xərclər. 6. Tikintinin smetasına daxil edilən alət və inventarlar üzrə xərclər. 7. Digər əsaslı işlərin yerinə yetirilməsi üzrə xərclər. Sahibkarlıq fəaliyyəti göstərən firmaların inkişafı və səmərəliliyi innovasiya prosesindən asılıdır. İnnovasiya prosesinə bir sıra amillər təsir göstərir. Bu amillər içərisində daxili mühitin vəziyyəti xüsusi əhəmiyyət kəsb edir. Daxili mühitin vəziyyəti dedikdə aşağıdakılar nəzərdə tutulur. 1. Maddi texniki və maliyyə resurslarının vəziyyəti. 2. Tətbiq edilən texnikanın səviyyəsi. 3. Təşkilati strukturunun mürəkkəbliyi. 4. Təşkilatın daxili mədəniyyəti. Müasir dövrdə hər bir ölkənin inkişafında daxili investisiyaların rolu xüsusi əhəmiyyət kəsb edir. Daxili investisiyalar təhlükəsiz iqtisadi artımı və ölkə iqtisadiyyatına rəqabət qabiliyyətini təmin edir. Əhalinin həyat səviyyəsinin yüksəldilməsinə zəmin yaradır. İnvestisiyaların artmasını təmin etmək üçün bazar infrastrukturunun genişləndirilməsi və təkmilləşdirilməsi, iqtisadi artımı təmin etmək üçün isə investisiyaların iqtisadiyyatın prioritet sahələrinə yönəldilməsi, iqtisadiyyatın quruluşunda elm tutumlu sahələrin payının artırılmasını zəruri hesab edir. İnvestisiya fəaliyyətində dövlət 1. maliyyə investisiya bazarlarının təşkilatçısı kimi, 2. maliyyə investisiya bazarlarının iştirakçısı kimi və 3. investisiya proseslərinin meneceri kimi çıxış edir. İnvestisiya siyasətinin prinsipləri əsasən aşağıdakılardan ibarətdir. 1. İqtisadiyyatın real sektoruna yönələn investisiyaların səmərəliliyini təmin edən faiz dərəcəsinin müəyyən edilməsi. 2. Vergi sisteminin sadələşdirilməsi. 3. Amortizasiya siyasətinin təkmilləşdirilməsi. 4. İnvestisiya cəlbediciliyi baxımından müəssisələrin yenidən qurulması üçün şəraitin yaradılması. 5. Əhalinin yığımlarının stimullaşdırılması məqsədi ilə investisiya risklərinin azaldılması üçün şəraitin təkmilləşdirilməsi. Büdcənin resurs vəsaitlərinin səmərəliliyini artırmaq üçün onların müsabiqə əsasında yerləşdirilməsi. Xüsusi investisiya qoyuluşlarına dövlət tərəfindən zəmanətin verilməsi. Büdcə vəsaitinin məqsədli istifadəsinə nəzarətin gücləndirilməsi. Son bir ildə neft-qaz sektorunda investisiyalar 18,1%, qeyri-neft-qaz sektorunun investisiyaları isə 23,2% artmışdır. Hesabat dövründə istifadə olunan vəsaitin 7 milyard 482 milyon manatı yaxud 58,8%, məhsul istehsal sahələrinə 4 milyard 607 milyon 800 min manatı, 36,2%, xidmət sahələrinə 639 milyon manatı, 5%, yaşayış evlərinin tikintisinə sərf olunub. 9 ay ərzində əsas kapitala yönəldilmiş vəsaitlərin 9 milyard 839,7 milyon manatı, 77,3%-ni daxili vəsaitlər təşkil edir. Xarici kapital bir ölkənin qarşılığını müxtəlif formalarda gələcəkdə ödəmək üzrə başqa ölkələrdən təmin edərək qısa müddətdə istifadəsi gücünə əlavə edə biləcəyi finansal və ya texnoloji qaynaqlar olaraq tərif edilməkdədir. İqtisadi əməkdaşlıq və İnkişaf Təşkilatına görə xarici kapital, xarici investorun, şirkətin paylanmayan və ya təkrar investisiyaya çevrilən qazanclardakı payını xarici investorun nağd və ya maddi kapital yolu ilə ana şirkətdən hissə və ya borc alımı,
Xarici investorun şirkətə təmin etdiyi kreditləri, xarici investorun şirkətdən nağd olmayan istehsal haqları və alımları aid edilir. Xarici investorun təmin etdiyi kommersial və digər kreditləri əhatə etməkdədir. Bir şirkətin bir ildən daha uzun bir müddət üçün faiz, dividend və kapital qazancı əldə etmək məqsədi ilə başqa bir ölkənin pul və ya kapital bazarlarındakı finansal vasitə satın alınmasına beynəlxalq portfel deyilməkdədir. Əgər bu əməliyyatı reallaşdıran tərəf xarici bir dövlət, beynəlxalq rəsmi bir qurum və ya quruluş hesab edilirsə, bu da orta və uzun müddətli rəsmi xarici kapital hərəkətləri hesab olunur. Bugünkü mövzumuz bu qədər. Sağ olun.